Toksik münasibət yaşadığınızı göstərən əlamətlər hansılardır? Birincisi, hər zaman günahkar tərəf siz olursunuz. Heç bir zaman özündə səhv görməz. Hər zaman haqlı tərəfdir, günahkar tərəf isə sizsiniz. İkincisi, sizinlə empatiya qurmaz, duyğularını paylaşmaz və yaxud da ki, sizinlə emosiyalan münasibətə girməz. Üçüncüsü, tənqidi qəbul etməz. Dördüncüsü, kontrolçudur, hər zaman sizə nəzarət eləmək istəyər, hər şey onun istədiyi kimi, onun dediyi kimi olsun istəyər. Beşincisi, sizi başqaları ilə müqayisə edir, yetərsiz görür, hər zaman sizdə qüsur axtarır. Altıncısı, nə qədər yaxşılıq etsəniz də belə xeyri yoxdur. 10 yaxşı xüsusiyyətiniz olsa da bir əksik olan xüsusiyyətinizdə dayanır. Yedincisi, sizi başqalarının yanında tənqid edər və yaxud da ki, sizinlə başqalarının yanında soyuq davranar. 8-ci, bir gün sizinlə yaxşı davranar, digər gün isə sanki heç nə olmamış kimi soyuq davranır. Əgər sizin də münasibətlərinizdə bu əlamətlər varsa, münasibətinizi yerindən gözdən keçirmənizi məsləhət görürəm.